Şəriət dövlətinin tərəfdarısınız? O kadar da yok. Tam yok. Deyil. Niyə? Sivil formada yaşayaq. Yəni bir nəfərin ağzına baxmayaq, qanunlara baxaq. Şiəlik, Şəriət dövlətinin. şəriət xeyr. Niyə? Demokratik dövlət olsa daha yaxşı olar. Hardasa hardasa yox. Müsbət cəhətləri də var, mənfi cəhətləri də var. Deyə bilərsiniz onları. Əxlaq, tərbiyə, yəni bu yaxşı şeydir. Amma müasirlikdən də geri qalmaq olmaz. Sadəcə bizim dövlətdə məncə müasirlik biraz ifrat dərəcəsinə çatıb. Yəni o barədə yəni bunları indi götür-qoy eləsək, məncə daha çox şəriət dövləti kimi olmaq daha yaxşıdır, nəinki ifrat dərəcədə müasir olmaq. Dövlət tərəfdarı Şəriət dövləti tərəfdarısınız? demək olar ki, hə, demək olar ki, yox. Lap dərindən də şəriətin də tərəfdarı deyirəm. No, necə deyirlər sizə? Xeyr. Niyə? Yəni, bu cürünə daha münasibdir ona görə. Yəni, bu cürünə hal-hazırda olduğumuz şərtlər, yaşadığımız dövlət bizim üçün çox münasibdir, yəni ki, çox rahatdır. Hər cür şəraitlə razıyıq, yəni başqa bir sistem, başqa bir dəyişiklik bizim üçün rahat olmaz. Xeyr. Niyə? Da gətirib dövlət səviyyəsində insanlara təqdim etdiyi və ya dövlət səviyyəsində insanlara əsarət altında saxlamaq, zaten onsuz yaşadığımız vəziyyət, dövr əsarət altındadır və bir də bunun daha böyük bir formada, yəni din formasında insanları əsarət altında saxlamaq heç tərəfdar deyiləm. Şəriət. Xeyr. Niyə istəmirsiniz? Nəsə, nə bilim, mənli deyil o. Çox sağ olun. من اعتقد في قلبه يعني كره ما أنزل الله من الشرع والدين فهذا يرد عن الإسلام هذا ناقض من نواقض الإسلام ولو لم يعمل شيء ولو صلى صام ما ينفعه عمله لأن هذا الاعتقاد اعتقاد كفري نسأل الله العافية إذا كره ما أنزل الله على رسوله من الدين والشرع هذا ردة عن الإسلام ولا ينفعه معه عمل كما أن المنافقين يعملون ولا ينفعهم عملهم